Gününüz uğurlu olsun. Qafqaz televiziyasında sözümüzün canlı verilişini izləyirsiniz. Artıq qış mövsümünə sayılı günləri qalıb və hamını maraqlandıran bir sual var. Bu il evlərimiz necə qızdırılacaq? Bu mövzunu müzakirə etmək üçün bugün verilişimizə Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətinin Quba Xaçmaz Qusar zonası üzrə nümayəndələrini dəvət etmişik. Verilişimizin qonaqları Quba Xaçmaz Qusar İstilik Sistemlərinin rəisi Pənah Əliyev və Quba Xaçmaz Qusar İstilik Sistemlərinin ustası Məmməd Məmmədov. Bugün verilişimizdə istilik sistemlərində görülən hazırlıq işlərini müzakirə edəcəyik. Hər birinizi xoş gördük, xoş gəlmisiniz. Sağ ol. Pənah bəy, 2025-2026-cı ilin qış mövsümü üçün hazırlıq işləri ölkə üzrə hansı mərhələdədir? Biz noyabrın 1-dən başlamışıq. Bugünəcən hal-hazırda 12 işlək qazanxana, 8 konservasiya olan qazanxanamız var. O 12 işlək qazanxana hal-hazırda noyabrın 1-dən işləyir. Problem, yəni sakinlər özləri yaratırlar. Quba şəhərində 2 yaşayış 36 mənzilli əlillərin binasına istilik veririk. Həmin binanın 36 mənzildən hər ikisində 19-19 mənzil istilik alır. Qalanlar kombi quraşdırılıb. O belə çıxır ki, mən onu bilirəm ki, onlar kombidən az istifadə edir, bizim istilikdən istifadə edirlər. Dəfələrlə müraciət eləmişik. Yəni kombi daha çox pul aparır, nəinki bizim verdiyimiz istilik. Dəfələrlə özlərinə xəbərdarlıq etmişik, buna baxmayaraq onlar artıq deyirəm, hər binada 19 mənzil istilik alır. Bizdə normal istilik alır. Noyabrın 1-dən heç bir problemimiz yoxdur. Xaçmaz rayonunda da 2 bina istilik alır, yəni yaşayış binası, məktəblər var. Yəni 6 məktəb var Xaçmazda. 6 məktəb istilik alır. İcra hakimiyyəti istilik alır. Mədəniyyət evi istilik alır, musiqi məktəbi istilik alır. Müqaviləmizi də bağlamışıq, normal istilik veririk. Heç bir problem yoxdur. Həmin yaşayış bina Xaçmazda isə 36 mənzilli və 16 mənzilli əlillərin binasına istilik veririk ki, orada heç bir mənzildə kombi yoxdur. Normal istilik götürürlər, pulu da vaxtında ödəyirlər. 104-105% pul yığımı var. Heç bir problemimiz, yəni məktəblər də həmçinin. 30 gün noyabr ayında istilik vermişik. 31 gündə dekabr, yəni bazar günüdür, bayramdır, bunları çıxmamaq şərti ilə biz istilik veririk. Daimi olaraq istilik. Daimi olaraq istilik veririk. Mən özüm 46 ildir işləyirəm bu istilik idarəsində, rəis işləyirəm. Hər bir işi bilən bir adamam. Yəni, istilik xətlərin təmiridir, qazanların təmiridir, qazanları yay mövsümündə saxlayırıq, qazanları açırıq, onların ekran borularını təmizləyirik. Qoruyucu klapanlardır, bütün nə avadanlıq varsa qazanxanalarda, hamısını yay mövsümündə hazır vəziyyətə gətiririk. Noyabrın 1-dən də sədrin tapşırığı ilə Azəristilik Təchizat sədrin cənab İlham Mirzəliyevin tapşırığı ilə noyabrın 1-dən biz işə başlamışıq. Bugünə kimi heç bir problemimiz olmadan işləyirik. Qusarda da peşə liseydi. Bir məktəbdə orada 2 dənədəki konservasiya olmuş qazanxanalardır. Həmin məktəbə biz istilik veririk. Orada noyabrın 1-dən başlamışıq. Hal-hazırda da istilik veririk. Heç bir problem yoxdur. Məmməd bəy, Quba Qusar Xaçmaz bölgəsində istilik sistemlərinin texniki baxışı tam yekunlaşıb. Bəli. Bəli, tam yekunlaşıb.
mayın 1-dən biz qazanxanaları çaxlayırıq və qış mövsümünə hazırlığa başlayırıq. Birinci növbədə işlək vəziyyətdən yuxarı təzyiq vuraraq sınaqdan keçiririk. Sınaqdan keçəndən sonra müəyyən yerlərdə nəsə olsa, onu xətlərində nə axıntı olsa, onu bərpa edirik. Sonra da qazanları açırıq, seyirtmələri açırıq, təmizləyirik. Tam hazır vəziyyətə qışa hazırlığımızı görürük. Yararsız istilik xətləri yay mövsümündə təmir edirik. Bəli. Əsaslı təmir edirik. Nasoslar da yağlanır. Seyirtmələr də açılıb yağlanır, təmizlənir. Əks klapanlar var, təmizlənir. Hamısı yerində olunur. Sonra noyabrın 1-dən də işə başlayır. Hələlik noyabrın 1-dən başlayır. Hələlik ki, bir problemimiz yoxdur. Ancaq problemimiz nə idi olur? İşıqda, qazda. Xəbər verməmiş bir gün işığı söndürdülər. Bizdə də o nasoslardır. Bir gün xəbər verməmiş işığı söndürür, o bizə ziyandır. Nasosumuz yanır. Problemlər təzədən yenə gözlə haçağı işıq verəcək, təzədən bunu işə qoşacaq. Problemlər bunlardır. Başqa bizdə olan heç bir problem yoxdur da. Öz işimizdə problem yoxdur. Bu mövsüm əvvəlki illərlə müqayisədə hansı yeniliklər və dəyişikliklər tətbiq olunur? Deməli, hər il biz yay mövsümündə baxırıq, harda görülməli iş varsa, hansı qazanxanada. Birinci olaraq 12 qazanxananın 12-sində də işləmişik, hazır vəziyyətə gətirmişik. Yəni yayda, qışda üzə çıxan, qış mövsümündə üzə çıxan istilik xətlərdir, məhərriklərdir, dövriyyə nasoslardır. Hansında problem olarsa, biz onları yay mövsümündə hazır vəziyyətə gətiririk. Yəni, bir dənə məhərrik dayanarsa, ikinci məhərrikimiz var. Onu qoşuruq və ya qazan dayanarsa, ikinci qazanı işə salırıq və onu tez bir müddətdə bərpa edirik. Mərkəzləşdirilən istilik şəbəkəsinin hansı üstünlükləri var və əhatə dairəsi nə qədərdir? Mərkəzləşdirilmiş istilik sistemi belədir. Sən evdə varsan, yoxsan, o binaya istilik verilir. Yəni biz o istilikdən başqa isti su da veririk. Daimi olaraq. Daimi olaraq. Yəni xonada həmçinin lazımi yerlərdə isti su da olur. Həm də ki, istilik də olur. Yəni siz hər bir vətəndaş əgər evdə yoxsa, haraysa qonaq gedir və ya hardadsa, qayıdıb gələndə isti evə gəlir, açır krantı oradan isti suyu var. Yəni bütün bu problemlər həll olunur. Yəni kombi sistemi belədir ki, kombi sistemində o vətəndaş kombini işlək vəziyyətdə qoyub gedirsə, qorxuludur. Partlayış ola bilər və ya qaz sızma ola bilər evdə, hər şey ola bilər. O mütləq nəzarət altında olmalıdır. Amma biz verən istilikə, biz nəzarət, hər şeyə nəzarət lazımdır. Amma biz verən istiliyə gedir, gedən yerinə qayıdır, gəlir, isti evə gəlir. Normal istilik veririk. Lazım olduğu halda özümüz gedib yoxlayırıq, vətəndaş müraciət edərsə, evə də baxış keçiririk. Hər hansı bir problem varsa köməklik edirik. Yəni daxili sistem vətəndaşların özlərinin ixtiyarındadır. Amma müraciət olunarsa biz onlara kömək edirik. Bir də ki, mərkəzləşmiş istilik sistemi qaza da ekonomiyyətdə. Məsələn, respublikada qaza görə ekonomiya. Bir ola ki, məsələn, 15 mənzildə kombi yanan, bir ola bir yerdə yanan. Bu gör nə qədər xeyir edir. Ancaq hamısında kombi olanda hərə bir qaz xətti işlədir də. İşıq xətti. İşıq gedir, qaz gedir, su gedir, hamısı. Ancaq bir yerdə olanda bir yerdən istifadə edilir. Buna görə mərkəzləşmiş istilik sistemi sərfəlidir. Bu saat hal-hazırda kombi sistemi çox təhlükəlidir. Hadisələr baş verir.
partlayışlar baş verir. Bütün bunlar olmasın deyinə istilik sistemə keçsələr bütün binalar yaxşı olar. Lokal istilik sistemlərindən istifadə edən sakinlər nələrə diqqət etməlidir? Birinci növbədə o özü orada havasını buraxmalıdır. Krantları açıq qoymalıdır ki, dövrəyə yaxşı getsin. Bir də görürsən ki, eləsi var ki, bağlayır krantı, deyir ki, bizdə istilik yoxdur ki. Biz də gedib baxırıq, görürük ki, bu krantı sənə açıb qoymalı. Bağlamısan, istiliyin yox. Belə şeylər olur. Ona görə də onlar nəzarət eləməli. Ya isti su verir. Bir də görürsən ki, krantı xərabdır. Yəni deyir ki, məndə çox istifadə olunub su. Nəyə görə istifadə olunub? Gedib baxsın ki, krant xərabdır. Bağlamayıb, işləyib su gedir. Ən çox müraciət olunan nasazlıqlar? Nasazlıqlar əsas növbədə olur neydən? İsti suda. O da nəyə görə olur? Qoyub duşu, açıq qoyub krantı, su işləyir, orada da sayğacı yazır. Gedib deyirsə, çağırır, gedib baxırıq, deyir ki, belədir. Deyir, sayğac düz işləmir. Düz işləmir. Düz işləmir. Amma biz də gəlirik, həmin sayğacın yanında ventil var. Oradan bağlayırıq. Bağlayandan sonra sayğac dayanır. Görürük ki, gedirik, baxış keçirik evinə, belə halları olub. Evində hansıysa ventil saxlamır. Oradan axıntı çıxır gedir. Ona görə də o çıxır gedir, evdə olmur. Evdə olmadığı zaman demək olar ki, hər gün o sayğac işləyir orada. Gəlir sonra müraciət edir ki, sizin sayğacınız çox yazır. Bizim sayğacımız çox yazmır. Gedirik, yoxlayırıq, görürük ki, bunun ventili açıqdır. Haraysa axır gedir. Haraysa deyəndə ayaq yollamı, sonra havamamı, haraysa axır gedir bu. Biz ona göstəriş veririk, göstəririk. Ondan sonra lazım olsa kömək edirik. Hələ bir təzəliklə belə bir şey olmuşdu. Bizə müraciət eləmişdi. Biz o axan yerində tapdıq, göstəririk özünə. O pulu ödədi. Soyuq aylarda qəfil kəsintilərin qarşısını almaq üçün nə kimi tədbirlər görülür? Soyuq aylarda həmin bayır temperaturaya əsasən biz istilik veririk. İstiliyi artırırıq. Hər, məsəl üçün, temperatur 5 dərəcə olanda, 3 dərəcə olanda, mənfi olanda biz həmin mənfi dərəcələrə baxıb istiliyi artırırıq ki, evlərdə normal istilik olsun. Yəni, şikayət olunmasın. Nəzarət edir özümüz. Yəni, bir gün elə vaxt olur ki, mən 3 dəfə əməliyyatçıya, 4 dəfə əməliyyatçıya gecədən zəng eləyib bu verdiyi istiliyi nəzarətdə saxlayıram. Ki, temperatur nə qədər verirsən, mən qrafik var, temperatur qrafiki hər bir qazanxanada. Həmin qrafikə əsasən istilik verirlər. Bu qrafikin biri də mənim yanımdadır, evimdədir. Gecə də olsa qrafikə baxıram, nəzarət edirəm. Əməliyyatçıdan soruşuram. Nə qədər temperatur verirsən? Bu temperaturlarda bayır temperatura əsasən verilməlidir. Bayır temperatur mənfi olarsa çoxalmalıdır. Yəni, biz özümüz buna nəzarət edirik. Şəxsən mən bütün o 12 qazanxananın 12-sinə də zəng edirəm. Hər gün 3-4 dəfə belə gecədən zəng edirəm. Onlara təlimat keçirəm. Gələndə ilkin təlimat keçirik qazanxanaya buraxmamış qabaq. Təhlükəsizlik təlimatı, hər bir təlimat lazım olan təlimatları keçirik əməliyyatçıya. Ondan sonra biz təlimatçını buraxırıq qazanxanaya. Özümüz də dayanırıq. O işə salır qazanları, məhərrikləri. Buna biz özümüz dayanıb nəzarət edirik. İstilik sistemi ilə bağlı yaranan nasazlıqlar zamanı vətəndaşlar necə müraciət eləməlidir sizə? Bunun üçün bir qaynar xətt, başqa Telefon nömrəm var. Hər bir qazanxananın üzərində telefon nömrəsi. Binalarda da var. Hər kəsdə var telefon nömrəm. Gecə də olsa zəng edirlər ki, mən binamda axıntı hələ ki belə baş verməyib.
axıntı var. Onda biz gedirik gecədə olsa, gedib o axıntını aradan qaldırırıq. Vətəndaşlar istədikləri vaxt əlaqə saxlayırlar. İstədiyi vaxt əlaqə saxlaya bilərlər, saxlayırlar. Bəli. Və Həm həmin də ki- layihə aradan qaldı. Bəli. Əgər mənim telefonum özlərində yoxdursa, mənim qazanxana yaxındadır. Harda isə 20 metr, 30 metr məsafədədir. Vətəndaş gəlir, müraciət edir əməliyyatçıya. Əməliyyatçı da mənə müraciət edir. Nə lazımdır, tədbir görür. Hər bir qazanxananın şəhərində də nömrələrimiz var. Təhsil və tibb müəssisələrində istilik təminatı ilə bağlı xüsusi hazırlıq tədbirləri görülürmü? Bizdə tibb yoxdur, təhsil var. Təhsil dediyim kimi 6 ədəd qaza məktəb var, məktəbin, yəni təhsilin. Onlara istilik veririk, istiliklə normalını təmin edirik. Direktor da nəzarətdə saxlayır istiliyi, məktəblərdə, siliklərdə olan istiliyi direktor da nəzarətdə saxlayır bizimlə bir yerdə. Daim əlaqə Daim əlaqə saxlayır bizimlə, biz də onunla əlaqə saxlayırıq. Yəni mən demək olar ki, məktəblər uzaq məsafədədir. Məsələn, Xaçmazdan, Qubadan, harda isə 70 kilometr, 60 kilometr və ya 25-30 kilometr məsafədədir. Ona baxmayaraq bizimlə əlaqə saxlayır, biz nə lazımsa o tədbiri görürük. Qış mövsümü boyunca sakinlərin təhlükəsiz və stabil istilik alması üçün hansı bir müraciətiniz var? Müraciətimiz odur ki, vaxtında pulu köçürsünlər, istilik pulunu köçürsünlər. Bizdən problem olan deyil. Yəni biz qaz pulu ödəyirik, işıq pulu ödəyirik, su pulu ödəyirik. Bunu da biz sakinlərdən o pulu yığmalıyıq ki, biz onu ödəyə bilək. Hələ ki, şəxsən bizdə problem yoxdur. Dediyim kimi 104, 106, 105% pul yığımı var bizdə. İstər Qubada, istər Xaçmazda. Sakinlər ödənişlərini eləyirlər. Eləyirlər. Bəli, eləyir. Yəni eləyirlər, deməyənlər də, güc gələnlər də, yoxdur deyənlər də var. Buna baxmayaraq, axı şirin dilləmi, hansısa bir vasitə eləmi, biz pulumuzu yığırıq. Bu çoxluq təşkil edir ödəniş etməyənlər. Sonra Yox. 2-3 nəfər daimi həmin adamlardır. Bəzən elan vururam binaların üstünə. Elanlar ki, filan kəs pulu ödəməyib. Xahiş edirəm ödəyən sakinlərdən ki, qazanxananı biz saxlamayaq. O vətəndaşlara siz də müraciət eləyin, pulu ödəsinlər. Onlar da bizə kömək eləyirlər. təşəkkür edirəm hər birinizə. Artıq verilişimizin sonuna gəldik. Mən də təşəkkür edirəm sizə, Qafqaz televiziyasına, sizlərə. Çox sağ olun. Sağ olun, var olun. Beləliklə, sözümüzün canlı verilişinin sonuna gəldik. Bu günləri verilişimizdə istilik sistemlərində görülən hazırlıq işlərini müzakirə etdik. Verilişimizin qonaqları Quba Xaçmaz Qusar İstilik Sistemlərinin rəisi Pənah Əliyev və Quba Xaçmaz Qusar İstilik Sistemlərinin ustası Məmməd Məmmədov idi. Həmçinin xatırladaq ki, sözümüzün canlı verilişi hər həftənin 4-cü günü 12:00-da Qafqaz televiziyasında yayımlanır. Sağ olun, salamat qalın.